Ayta bir dakika. Aha. A, B, C, D, Y, F nöqtələri var. Deməli, bu A, B, C, D, Y, F nöqtələri qeyd edilmişdir. Alınan parçaların sayı 2-nin düsturundan tapılır. Neçə nöqtə var? 1, 2, 3, 4, 5, 6. 6 nöqtəni vururam 2-yə. 2 bərabər vurulsun 6 bərabər 12. Deməli, cavab 12. A variantı. 17. Əbob üstəgəlsin əkub ifadəsinin qiymətini tapın. Deməli, birinci 40-dan 60-ın əbobu nədir? Deməli, bunu şifahi keçəcəm. Çünki məncə hamı bilər də əbobun əkubun tapılma qaydasını. 40-dan 60-ın əbobu nədir? Belə baxanda hər ikisinin bölündüyü ən böyük ortaq bölən. Daha doğrusu bölünən. Neçədir? 20. Əkobları baxan kimi bilinir 120. Cəmi neçə edir? 140. E variantı. 18-ci sual deyirəm, keçirəm. 19-cu sual. Bərabər yanlı 3 bucağın təpə bucağı. 19. Bərabər yanlı 3 bucaq çəkək də bir dənə. Belə bir dənə 3 bucaq. Məndə bir damcı qəribə alına bilər yanlardan. Aha, bərabər yanlı 3 bucağın təpə bucağı. Yəni, bura bərabərdir, bura. Bu o deməkdir. Təpə bucağı 100-dür. 3 bucağın daxili bucaqlarının cəmi nədir? 180. Deməli, bu x üstə gəlinsin 100 mənə verməlidir 180-i. Buradan da 2x üstə gəlinsin 100 bərabərdir 180. 2x bərabər 80. X bərabər 40. Bitişik bucağı. Oturacaq aradır, bax bura. Bu oturacaqdır. Aşağı hissə. Oturacağa bitişik bucaq hansıdır? Baxın, bu x-dar. Bir bu x, bir bu x. Oturacağa bitişik bucaqda x yəni. X-i tapın deyib 40 tapmışıq. D variantı. 20-ci sual. 4 sinus 30, 10 kosinus 60 ifadəsinin qiyməti trigonometriyanın 9-a düşdü. Həqiqətən yadımdadır. Düşmürdü mən bilən, amma yazaq da. Deməli, 20-ci sual. 4 sinus 30 üzərinə gəlsin 10 kosinus 60 dərəcəni hesabla. Kosinus 60 dərəcəni hesabla. Kosinus da kosinus oxşaya, ha. Bir dəqiqəyə niyə yazamadım? 10 kosinus 60 dərəcəni hesabla. Deməli, sinus 30-da alır 2-də 1. Sinus 30-dan kosinus 60-ın aldığı qiymət bərabərdir bir-birinə. Sinus 30 dərəcə bərabərdir kosinus 60. Bu da bərabərdir 2-də 1. Yazaq. 4 vurulsun 2-də 1. Üzərinə gəlinsin 10 vurulsun 2-də 1. Bərabərdir. Bu eləyəcək 2 üstə gəlinsin 5. Bu da mənə verəcək 7-ni. Yəni B variantı. Ədədi 15-ə böldükdə natamam qismətdə 4, qalıqda isə 3 alınır. Bir dənə ədədim var. X ədədi 15-ə bölürəm. Bölürəm 15-ə. Natamam qismətdə 4. 4, qalıqda isə 3 alınır. Qalıqda da 3 alınır. Baxın, x ədədini tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı əlavə edin. Bax, bunu buna vurun, üzərinə də bunu əlavə edin. Bunu, qalığı. O da eləyir, x də bərabərdir 15 vurulsun 4, üstünə gəlsin 3. X də mənə verir 63. Y variantı. Məxrəci, bu nədir? 4 faktorial mənfi 3 olan, bu sizlik deyil, imtihana belə bir sual düşməyəcək, əminliklə deyə bilərəm. 23. Hələ ki videomu burada sonlandırım. Qalanlarına da Allah qoysa gələn videoda izah eləyərəm.